açıq bu xəbəri oxuyanda. Amma oxumalıyam da, deməliyəm. Gələn il üçün dəfn pulu nə qədər olacaq? Məbləğ açıqlanıb. 2026-cı ildə Azərbaycanın dəfn müavinəti alanların sayını 39.821 nəfər olacağı proqnozlaşdırılır. Bahardan proqnozlaşdırılır. Yəni, ən ağır xəstələrimiz var da, hansı ki, onların vəziyyəti kritikdir və həkimlər artıq onların yaşaması üçün yəqin 1 ay, 2 ay, 10 gün, 15 gün müddət qoyduğuna görə bu məlumatı veriblər ki, gələn illər dəfn müavinəti alanların sayının 39.821 nəfər olacağı proqnozlaşdırılır. Ay Allah, görəsən o siyahıda mən də varam ki, öləcəm. Təbii ki, mən istinad edirəm bizim media. Bizim media Hesablama Palatasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun 2026-cı ildə büdcə layihəsinə verdiyi rəydə əks olunub. Bildirilib ki, bunun üçün ayrılan xərclər isə 37,6 milyon, 106 milyon manat təşkil edəcək. Həmçinin dəfn üçün verilən müavinətin orta məbləğinin isə 944 manat olacağı proqnozlaşdırılır. Təqaüdçülərin yaxınlarına verilən dəfn üçün müavinətin məbləği minimum pensiyanın 3 misli, yəni 320 manatın 3 misli qədər 960 manatdır. İşləyən sığortayla ödənilər isə 600 manat təşkil edir. Bilirsiniz, qanım qaraldı. Yəni, konkret olaraq burada açıqlama verir ki, gələn il üçün nəzərdə tutulub ki, bu qədər adam, yəni sayını da göstərir də neçə 39.821 nəfər, yəni öləcəyi proqnozlaşdırılır. Bu nə qədər düzdür? Bu düzdürmü ki, burada artıq gələn il üçün nəzərdə tutulub ki, 39.821 nəfər öləcək, onlara dəfn olunmaq üçün pul ödəniləcək. Bu yaxşı xəbər deyil.